Bu mənim səyahət çadırımdır. İşıqlı və bütün şəraiti olan. Bu dəfə dənizə gecədən getdik. Orada gecələməyi düşündük. Hərə öz çadırını qurdu və qəşəng-qəşəng yuxuladıq. Mən yata bilmədim. Heç yuxum gəlmirdi. Gecədə neçə dəfə durdum, çölü çəkməyə çalışıram, amma hər yer qaranlıq. Axır ki, saat 4-də təxminən belə günəş yavaş-yavaş çıxmağa başlayırdı. Səhər açılan kimi göyərçinlərim yadıma düşdü ki, ilahi, mənim göyərçinlərim axı hər səhər açılanda gəlirlər, pəncərəmi döyürlər, mən onlara yemək verirəm. İndi onlar ac qaldılar. Bunu düşünə-düşünə biraz da səhərin açılmağını seyr elədim. Yenə yuxum gəlmirdi. Səhər açıldı, bu gözəl mənzərəni bir daha çəkdim. Əl üzümü yudum, saçlarımı daradım və səhər süfrəsi açdım. Bu da mənim çadırımın qabağındakı süfrəm. Deməli, evdə qaynananın tökdüyü zibili yığ, istirahətə gedəndə də cəmadın yeyib içib tökdüyü zibili yığ. Burada da bu zibilləri yığmamış mən yemək süfrəsinə otura bilməzdim. Adamlar, sizi şiddətlə qınayıram. Dənizin kənarında gözəl-gözəl istirahət eləyirsiniz. Nə olar? Zibillərinizi ora tökməyin. Həm söyülürsünüz adamlar tərəfindən, hamı sizə söyür. Həm də günahdır, vallah günahdır. Allah o ruzinizi, o imkanı sizin əlinizdən alar. Belə eləməyin. Nə olar ki, zibilinizi torbalara yığın orada. Amma onu da deyim ki, bu dəfə zibil qabları yox idi. Ay bələdiyyə, hara baxırsınız, ora heç olmasa zibil qabı qoyun da cəmaət zibilini töysün. Biz yığırıq, axırda maşına qoyuruq, kənarda harda zibil qablarına rast gəlsək ora tökürük. Səhər yeməyindən sonra çadırımda oturub o gözəllikləri seyr eləyirəm. Bu arada mən semiçka yeməyi çox sevirəm. Semiçka sinirlərimi sakitləşdirir. Sonra telefonumu götürüb dənizə tərəf getdim ki, selfie eləyim. Ay gözəllik, qumun üstündə çiçəkləyibsən. Bu təbiətin qeyri-adi gözəlliyini əzizləyəndən sonra gəldim bu hissi gözəlliyi sizə göstərməyə, özümü selfie eləməyə. Sağa dolaşdım, sola dolaşdım, əllərimi göyə açdım. Hətta dalğalar hərdən telefonuma da çatırdı. Fikrimdə telefonda qalmışdı, indi gəməsi telefonuma aparacaq oradan. Su gözəl idi, o qədər gözəl idi ki, bu selfinin ortasında inanın gözümü saxlaya bilmədim, elə paltarlı dənizə baş vurdum. Suya necə baş vurmağım, necə üzməyim bundan əvvəlki videoda var, istəsəniz ora baxarsınız. Çoxlu üzəndən sonra acmışdıq, yemək hazırlamaq lazım idi. Gözəl-gözəl yeməyimizi hazırladıq. Pomidor kebabını İstəyirdim ki, süfrəyə aparım. Gördünüz neynədim? Tökdüm yerə. Üzüldüm. Yenidən elədim. İkinci dəfə də töküldü. Sonra gəldi iş qarğıdalı kebabına. Çox sevirəm qarğıdalı kebabını. Özüm elədim burada. Bu arada çaynikim də göründü. Piknik çaynikimizdir. Qapqara, kirli. Onun gözəlliyi deyil, onun hissindədir. Qarğıdalılar da hazır olandan sonra gözəl-gözəl çadırda biraz istirahət elədim. Axşam tərəfi düşürdü. İstəyirdim ki, günəşin batışını ayrıca çəkim. Çox təəssüf olsun ki, günəş birdən-birə yoxa çıxdı. Mən o qürub çağını çəkə bilmədim. Beləcə, əziz dostlar, bizim öz vətənimizdə o qədər gözəl gəzməli, görməli, istirahət eləməli yerlər var ki, gəlin bu gözəlliklərdən istifadə eləyək. Ancaq bir şərtlə ətrafı zibilləməyək. Ətrafdakı insanlara öz səs-küyümüzlə mane olmayaq. Bunların hamısı mədəniyyət göstəricisidir. Valla yerə zibil atmaq sənin tərbiyəsizliyini, sənin ailə etiqanı göstərir. Bunları eləməsək, təbiət də daha gözəl olar, qəlbimiz də daha gözəl olar. Ətrafda bizə baxan insanlar da daha da sayğı ilə, məhəbbətlə yanaşarlar. İstirahət eləyin. İstirahətiniz xoş olsun.